Mənim altımda 90 minlik maşın yoxdur. Mənim heç 30 minlik də maşınım yoxdur. Mənim heç 5 min, 10 min manatda maşınım da yoxdur. Amma milyonların sevgilisi var, mən bunu bilirəm. Və sənətçi üçün məncə bu böyük bir şeydir. Çox olmasa da. Yəni pul hər şeyi həll edən bir şeydir, amma belə deyək də, güya görək. Amma onu mən o sevgini anamın dərmanına verə bilmirəm də, atamın dərmanına da verə bilmirəm. Mən o sevgini o paypointə salıb işıq pulunu da verə bilmirəm. Bu mənim problemim deyil, Azərbaycan sənətçisinin problemidir bu. Azərbaycan sənətçi toylardan pul qazanmamalıdır, tamadalıqla pul qazanmamalıdır. Biri də oradan bir dənə harınlamışın birisi o qayıtsın, o aktör etsin ki, qaqaş bir dənə ana haqqında şeir mənə üçün. Hala pul verirəm də. O da varsa, ana haqqında, Bəxtiyar Vahabza, ana, can ana, qurban olum sən ana, sağ bırak. Heç o da eşitmir, qulaq asmır heç ona. Prosta ona xoşdur ki, 100 manat verəcək, 50 manat verəcək, bu o artist də onun üçün şeir deyəcək. O artistdən sonra da biri çıxacaq, oriental rəqs edəcək, onun da belə filan orasına burasına 100-50 soxacaqlar. Və o artist qanmayacaq ki, o orientalla sənin arada heç bir fərq yoxdur. Mən neyiniyim ki, mən bu qədər dərindən düşünürəm? Mən düşünürəm, Allah Taala mənə bu beyni verib düşünməyə. Mənim üçün belədir, təəssüf ki.